Azərbaycan daha bir milli qəhrəmanını itirib. Bölgə TV xəbər verir ki, milli qəhrəman Şahin Tağıyev uzun sürən xəstəlikdən sonra vəfat edib. O son illər İsveçin Malmö şəhərində yaşayırdı. Qızının verdiyi məlumata görə onun nəşi İsveçin Malmö şəhərindən Bakıya gətiriləcək. Qeyd edək ki, Tağıyev 23 iyun 1992-ci il tarixli fərmanı ilə milli qəhrəman adına layiq görülüb. O, Azərbaycanın milli qəhrəmanı adına layiq görülən ilk 4 nəfərdən biridir. Şahin Tağıyev hazırda həyatda olan 16 milli qəhrəmandan biri idi. Bölgə TV milli qəhrəmanın qızı ilə hazırladığı reportajı təqdim edir. Rəna Rövşənqızı, Bölgə TV. Atamın vətəndə dəfn olmasına görə, göstərdikləri dəstəyə görə Azərbaycan dövlətinə və dövlət başçımıza ailəmiz adından təşəkkür edirəm. Mən Nigar Tağıyeva, Azərbaycan milli qəhrəmanı Şahin Tağıyevin qızıyam. Atam Azərbaycanın birinci Qarabağ döyüşündə iştirak edib, qəhrəmanca vuruşub və Azərbaycan Respublikası tərəfindən milli qəhrəman adına layiq olunub. Biz uzun müddətdir xaricdə yaşayırıq, İsveçdə yaşayırıq. Ona baxmayaraq, atam bizə həmişə Azərbaycanı sevdirib, Azərbaycandan danışıb. Mənə Azərbaycan himnini atam öyrədib. 5 dənə nəvəsi var, Azərbaycan dilini atam öyrədib onlara. Bizə həmişə Azərbaycandan danışardı, sevdirərdi. Evdə həmişə Azərbaycan bayrağı olub. Və yaşayanda son arzusu o idi ki, rəhmətə gedəndə geri qayıtsın, Azərbaycan torpaqlarında dəfn olunsun. Çox sağ olsun Azərbaycan dövləti bizə köməklik elədi, çox köməklik elədi bu barədə. Səbəblərini gətiririk və atamın son arzusu yerinə yetirir.